İranla 12 günlük qarşıdurmadan sonra İsrail ərazisində fövqəladə vəziyyətlə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb, təhsil və iş yenidən başlayıb, hava məkanı açılıb, Ben Quriyon və Hayfa hava limanları yenidən tam fəaliyyətə başlayıb. Bu barədə bəyanatı İsrailin baş naziri verib. Benyamin Netanyahu hərbi kampaniyanı tarixi qələbə kimi qiymətləndirib. Çünki onun sözlərinə görə İsrail İrandan qaynaqlanan iki ekzistensial təhlükəni, nüvə silahı və ballistik raketləri aradan qaldırıb. İran da tarixi qələbəni qeyd edir. Ölkə prezidentinin sözlərinə görə düşmən nüvə obyektlərinin məhv edilməsi və bu istiqamətdə tədqiqatların dayandırılması da daxil olmaqla öz məqsədlərinə nail ola bilməyib. ABŞ prezidenti sülh sazişinə münasibət bildirib. Donald Trump İranda rejim dəyişikliyini icazəli hesab edir və eyni zamanda qeyd edir ki, regionda vəziyyətin tez bir zamanda sakitləşməsini istəyir.